Xoş gəlmisiniz. Çox təşəkkür edirəm. Sizdə estrada ifaçıları açıq-saçıq geyinir, yoxsa belə geyinirlər? Çox da belə giyinirlər. Açıq-saçıq olmaz sizdə? Efirdə bizə imkan vermirlər. Mən də qadağ eləyəcəm gələn mövsümdən. Onsuz da axşam şovlarında eləyirəm. Olmaz açıq-saçıq, çünki bizə balacalar da baxır, axsaqqallar bir şeylər imkan ver bir dəqiqə. Sözün hasmənəsə deyir reklamlar. Orada efirə buraxmırlar ha o cürə? Yox, buraxmırlar. Bəs toya şənliyə geyinə bilərlər açıq-saçıq? Toya giyinirlər, amma efirə yox. Efirə kim onu qadağ eləyib sizdə? Orada yəqin şura var ha? Hə, Mədəniyyət Nazirləri imkan vermir belə giyinməyə. Heç bir estrada ulduz açıq-saçıq Yox, yəni xalq artistidir. yox, xalq artisti ola bilər, məsəl üçün burasını açıq giyinə bilər. Aha. Amma belə hər yer görünüb belə Elə şey yoxdur. yoxdur da. Elə olsa niyə qadağa eləyirlər onu? Hə, hə. Qadağa eləyirlər. Bizdə şey var. Nə var? Hər müğənninin Aha bir dəqiqə. hər görürlər. müğənniyə Aha. verirlər Mədəniyyət Naziri tərəfindən Aha. efirə çıxmağa Aha, icazə. İcazə verirlər. Hə, icazə verir. Əgər belə çox açıq giyinsə, Aha. onun elindən o icazəyi alır. Bir daha o efirə də çıxa bilməz, nə toya da qəşəng. gedə bilməz. Vay vay vay.